Daha çox çaşdırıcı məqamlardan olan suala baxaq. Çünki OTQ sınaqlarında daha çox belə düşür. Məsəl üçün birinci hissəsi kimi düşünülür deyir. Axmaq sözü bir deyirəm suyun axmağı, axmaq. Axmaq burada da x oldu. Tələffüzü x oldu. Daha sonra deyirəm axmaq, necə axmaq? Onu da tələffüz edəndə sonu axmaq olur, x olur. Ona görə bunu bir nitq hissəsi kimi deyil, iki nitq hissəsi kimi düşünürük. İkincidə yazarlar. Əgər yazarlar, qaçarlar, qatarlar, bunları tələffüz edəndə 3 dənə r olursa, burada olur isim. Yox, əgər 2 dənə l olursa, burada olur feil. Ona görə də yazarlar sözünü tələffüz şəklində verdiyi bizim əminliklə bildiyimiz isimdir. Üçüncü xaliyə bir gəbə mənasındadır. Gəbəyə, yəni xalıya. Bir də qohumluq mənasında olan xalıya. Hər iki məqamda isim olur. Bir nitq hissəsi kimi düşünüldü. İki nitq hissəsi kimi hesab oluna bilən qatarlar sözü. Dedim ki, 2 dənə l olarsa bu olur feil. Demək, əminliklə bunu feil götürürük. Sonra çaparaq sözü. Bir var, çaparaq gəldi. Bir də var bizim çaparaq, qaçaraq sözlərimiz. Vurğu əgər əvvələ düşərsə olur zərf, vurğu əgər sona düşərsə olur feili bağlama. Deməli, həm feil, həm zərf kimi olur.